Salam əziz şagirdlər, bugün Azərbaycan tarixindən Səlcuq dövləti haqqında danışacağıq. Başlayaq dərsimizə. 11-ci əsrin ortalarında Mərkəzi Asiyadan Araq dənizi sahillərinə və Dərbə keçidindən İran körfəzinə qədər olan geniş bir ərazidə Böyük Səlcuq imperiyası yarandı. Türk tayfalarının üçüncü axını olan Səlcuqların gəlişi ilə Azərbaycan xalqı Cənubi Qafqaza başlıca etnik və siyasi amilə çevrildi. Səlcuqların Cənubi Qafqaza gəlməsi Bizans, Erməni və Gürcü feodallarının bu əraziləri işğal etməsinin qarşısı alındı. Biz əvvəlki dərslərimizdə Türk tayfalarının birinci və ikinci axını qeyd etmişdik. İndi bir daha onları yada salaq. Türk tayfalarının birinci axını eramızdan əvvəl 7-ci əsrdə Kimmer-İski Sak tayfalarının gəlişilə baş vermişdir. İkinci axın isə bizim eranın 3-7-ci əsrlərində Hunlar, Xəzərlər, Sabirlər, Bulqarlar, Basil türkləri vasitəsilə baş vermişdir. Üçüncü axın isə 11-ci əsrdə Səlcuqların gəlişi ilə baş vermişdir. Səlcuqlar Oğuzların qınıq boyundan idilər. Oğuzların qınıq boyundan idilər. Və öz adlarını 10-cu əsrdə İslam dinini qəbul etmiş Səlcuq bəyin adından götürmüşdülər. Səlcuq bəyin adından götürmüşdülər. 10-cu əsrin 70-ci illərində Səlcuq bəyin başçılığı ilə Oğuzlar Buxarada məskən saldılar, məskunlaşdılar. 11-ci əsrin əvvəllərində isə Qəznəvi sultanı Sultan Mahmud Qəznəvi Oğuzların bir hissəsini Xorasanda yerləşdirdi. Lakin Qəznəvilər tərəfindən sıxışdırılan Oğuzların bir hissəsi qərbə doğru köç etməyə məcbur oldular və qərbə doğru köç edən həmin bu Oğuzların əsas hədəfi isə Bizans imperiyası idi. 1015-ci ildə Toğrul bəyin qardaşı Çağrı bəyin başçılığı ilə o Səlcuqlu, yəni Oğuz Səlcuq tayfaları Bizans imperiyasının üzərinə kəşfiyyat xarakterli bir yürüş etdilər. 1015-ci ildə Toğrul bəyin qardaşı Çağrı bəyin başçılığı ilə Bizans imperiyasının üzərinə kəşfiyyat xarakterli bir yürüş etdilər. Və bu yürüş nəticəsində Van gölü hövzəsi, Naxçıvan və ətrafındakı Azərbaycan torpaqları Səlcuqların nəzarəti altına keçdi. Van gölü hövzəsi, Naxçıvan və ətrafındakı torpaqlar, Azərbaycan torpaqları Səlcuqların nəzarəti altına keçdi. Deməli, 1015-ci ildə Toğrul bəyin qardaşı Çağrı bəyin başçılığı ilə Səlcuqlar Bizans imperiyasının üzərinə kəşfiyyat xarakterli bir yürüş etdilər. Və bu yürüş nəticəsində Van gölü hövzəsi və Naxçıvan və ətrafındakı torpaqlar Səlcuqların nəzarəti altına keçdi. 1028-ci ildə Xorasanda Sultan Mahmud Qəznəvi tərəfindən yerləşdirilmiş Səlcuqlar, yəni Oğuzlar, Sultan Mahmud Qəznəvinin hakimiyyətinə qarşı üsyan qaldırdılar və Sultan Mahmud Qəznəvi bu üsyanı yatırdı. Bu üsyan yatırıldıqdan sonra Oğuzların bir hissəsi təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycanın cənubuna doğru axın etməyə başladılar. Və bu zaman Azərbaycanın cənubunda Rəvadilər dövləti hakimiyyətdə idi. Və Rəvadi hökmdarı Vəhsudan onları yaxşı qarşıladı. Biz Rəvadilər dövləti keçərək qeyd etdik ki, Rəvadi hökmdarı Vəhsudan 2000 Oğuz ailəsini öz ərazisində məskunlaşdırdı və onlara geniş torpaq sahələrdə bağışladı. İndi həmin hadisəni bir daha qeyd etdik ki, 1028-ci ildə Sultan Mahmud Qəznəvinin hakimiyyətinə qarşı Oğuzlar Xorasanda üsyan qaldırdılar və bu üsyanı Sultan Mahmud Qəznəvi yatırdı. Üsyan yatırıldıqdan sonra təqiblərdən yaxa qurtarmaq üçün Oğuzların bir hissəsi Azərbaycan cənubuna gəldi və Rəvadi hökmdarı Vəhsudan onları yaxşı qarşıladı və onlara geniş torpaq sahələri bağışladı. 1038-ci ildə Toğrul bəyin başçılığı ilə paytaxtı Nişapur şəhəri olan Səlcuq dövlətinin əsası qoyuldu. 1038-ci ildə. Bu dövlət uşaqlar 1038-1157-ci illərdə mövcud olmuşdur Səlcuq dövləti. Deməli 1038-ci ildə Toğrul bəyin başçılığı ilə paytaxtı Nişapur şəhəri olan Səlcuq dövlətinin əsası qoyuldu. Lakin Qəznəvilər Xorasanın bir hissəsində Səlcuq dövlətinin yaranması ilə barışmaq istəmirdilər. Ona görə də 1040-cı ildə Səlcuqlarla Qəznəvilər arasında 1040-cı il mayın 25-də Mərv yaxınlığındakı Dəndənəkən adlı yerdə döyüş baş verdi. Bu döyüşdə Səlcuqlar Qəznəvləri məğlub edərək Mərkəzi Asiyada aparıcı siyasi amilə çevrildilər. Deməli, 1038-ci ildə Toğrul bəyin başçılığı ilə Səlcuq dövləti yarandı, paytaxtı Nişapur şəhəridir. Lakin Qəznəvilər Xorasanda yeni bir dövlətin yaranması ilə barışmaq istəmirdilər. Ona görə Qəznəvi sultanı Sultan Məsud böyük bir qoşunla Səlcuqların üzərinə yürüş etdi və Mərv yaxınlığındakı Dəndənəkən adlı yerdə baş vermiş döyüşdə Dəndənəkən adlı yerdə baş vermiş döyüşdə
Səlcuqlar Qəznəviləri məğlub edərək Mərkəzi Asiyada aparıcı siyasi qüvvəyə çevrildilər. Və bu döyüşdən sonra Toğrul bəy sultan titulunu qəbul etdi. Birdən tezə düşsə ki, Dəndənəkən döyüşündə Sultan Toğrul Qəznəviləri məğlub edib, yanlışdır. Çünki Dəndənəkən döyüşündən sonra Toğrul bəy sultan titulunu qəbul etmişdir və 1040-cı il Dəndənəkən döyüşündən sonra Toğrul bəy sultan titulunu qəbul etdi. Dövlətin əsasını qoyan Toğrul bəy sultan titulunu qəbul etdi və elə həmin ildə 1040-cı ildə Mərv qurultayı çağırıldı. Mərv qurultayı. Və bu qurultayda qərbə və şərqə doğru yürüşlər etmək barədə qərar qəbul edildi. Deməli 1040-cı ildə Dəndənəkən döyüşü baş verdi. 1040-cı ildə Toğrul bəy sultan titulunu qəbul etdi və 1040-cı ildə çağırılmış Mərv qurultayında qərbə və şərqə doğru yürüşlər etmək barədə razılıq əldə edildi və 1043-cü ildə Səlcuq dövlətinin paytaxtı Nişapurdan Reyə köçürüldü. Onu da qeyd edik ki, Səlcuq dövlətinin 3 paytaxtı var idi. Nişapur, Rey və bir də 1073-cü ildə İsfahan şəhəri. Buraları silək. Deməli 1040-cı il Mərv qurultayında qərbə və şərqə doğru yürüşlər etmək barədə razılıq əldə edildi və 1043-cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü. İndi keçək Səlcuq sərkərdələri haqqında danışaq. İkisinin haqqında əsas danışaq. İbrahim Yinalı və Qutalmış haqqında. Deməli, Səlcuqların yürüş istiqamətlərindən biri də Azərbaycan ərazisi idi. Qərbi İranı və Azərbaycanın cənub ərazilərini İbrahim Yinalı tutaraq Səlcuq dövlətinin tərkibinə qatdı. Qərbi İranı və Azərbaycanın cənub ərazilərini İbrahim Yinalı tutdu. Cənub ərazilərini. Bu əraziləri tutdu İbrahim Yinalı, Səlcuq sərkərdəsi. İbrahim Yinalı. Qərbi İranı və Azərbaycanın cənub ərazilərini İbrahim Yinalı tutaraq Səlcuq dövlətinin tərkibinə qatdı. Xəzərin cənub ərazilərini özünə tabe edərək Araz çayını keçib Arrana gələn Qutalmış burada Şəddadilərlə birləşərək Bizans imperiyasının üzərinə uğurlu yürüş etdi. Deməli, digər Səlcuq sərkərdəsi Qutalmış Xəzərin cənubu ilə hərəkət edərək Araz çayına çatdı və Araz çayını keçərək Arrana gəldi. Arrana gələrək burada Şəddadilərlə birləşərək Bizansın üzərinə uğurlu yürüş etdi. Bunlar Səlcuq sərkərdələridir. Uğurlu yürüş etdi. 1048-ci ildə Səlcuqlar Arrana gələrək Şəddadi hökmdarı 2-ci ləşkərlə birləşərək Bizans, erməni və gürcü feodallarının hərbi qüvvələrini məğlubiyyətə uğratdılar. 1048-ci ildə Arrana gələn Səlcuq sultanı Sultan Toğrul burada Şəddadi hökmdarı 2-ci ləşkəri ilə birləşərək Bizans, erməni və gürcü hərbi qüvvələrini məğlubiyyətə uğratdı. Bundan sonra 1054-cü ildə Səlcuqlar böyük bir qoşunla Azərbaycanın cənubuna yürüş etdilər. 1054-də böyük bir qoşunla Azərbaycanın cənubuna yürüş etdilər və Təbriz şəhərini tutdular. Səlcuqlar Təbrizi tutdular. Bilirsiniz də, bu vaxt Təbriz Rəvadilər dövlətinin paytaxtıdır və Rəvadi hökmdarı Vəhsudan müqavimət göstərmədən Səlcuqlara tabe olduğunu bildirdi. 1054-cü ildə böyük bir qoşunla Səlcuqlar hücum edirlər Təbriz şəhərinə və Təbriz şəhərini tuturlar. Bu zaman Rəvadi hökmdarı Vəhsudan müqavimətsiz Səlcuqlara tabe olduğunu bildirdi. Elə həmin ildə 1054-cü ildə Səlcuqlar Şəddadilər dövlətinin üzərində də hücum edirlər və Şəddadi hökmdarı Əbləsvər Şavur Sultan 1-ci Toğrula qiymətli hədiyyələr və girovlar göndərərək öz ehtiramını bildirərək Səlcuqlara tabe olduğunu göstərdi. 1054-cü ildə Şəddadilər hökmdarı 1054-cü ildə deməli 1-ci Azərbaycanın cənubuna yürüş edərək Rəvadilər dövlətini özlərindən asılı vəziyyətə saldılar. Sonra 1054-cü ildə Şəddadilər dövlətinin üzərinə hücum etdilər. Şəddadi hökmdarı Əbləsvər Şavur qiymətli hədiyyələr və girovlar göndərərək Səlcuqlardan asılılığı qəbul etdi. Və 1054-cü ildə Şəddadi hökmdarı Əbləsvər Şavurla
Səlcuq Sultanı 1-ci Toğrul arasında bir anlaşma da imzalandı. Bu anlaşmaya əsasən Şəddadilər və Səlcuqlar Bizans erməni və gürcü feodallarına qarşı əlbir hərəkət etməli idilər. Və bu yürüş nəticəsində, bu yürüş zamanı 1054-cü ildə Tiflis Müsəlman Əmirliyi də Səlcuqlara tabe edildi. Tiflis Müsəlman Əmirliyi. Şu an biz 1054-cü ildə bir hadisədə keçəcəyik. Xristian kilsəsinin kilsəyə parçalanmasının ümumi tarixdə. Deməli, 1054-cü ildə baş vermiş hadisələr. Rəvadilər Səlcuqlardan asılı vəziyyətə düşdü. 1054-cü ildə Şəddadilər dövləti Səlcuqlardan asılı vəziyyətə düşdü və Şəddadilərlə bağlanmış bir anlaşmaya əsasən hər iki dövlət, Səlcuqlar və Şəddadilər Bizans erməni və gürcü feodallarına qarşı əlbir hərəkət etməli idilər. Və bu yürüş nəticəsində 1054-cü ildə Tiflis Müsəlman Əmirliyi də Səlcuqlara tabe edildi. Rəvadilər və Şəddadilər dövlətləri Səlcuqlara tabe edildikdən sonra Azərbaycanda müstəqil xarici siyasət yürüdən yeganə dövlət Şirvanşahlar dövləti idi. Deməli, Sultan 1-ci Toğrulun ölümündən sonra onun hakimiyyət illərini qeyd edək. Sultan Toğrulun hakimiyyət illəri 1038-1063. Sultan Toğrulun ölümündən sonra hakimiyyətə qardaşı oğlu Alparslan gəldi. Öz oğlu olmadığına görə hakimiyyətə qardaşı oğlu Alparslan gəldi. Alparslanla hakimiyyət illəri 1063-1072-ci illərdir. Uşaqlar, Rəvadilər və Şəddadilər dövlətlərini 1-ci Toğrul özündən asılı vəziyyətə salmışdı. Şirvanşahlar dövlətini isə Alparslan özündən asılı vəziyyətə salmışdı. Alparslan 1063-cü ildə hakimiyyətə gəldi və 1065-ci ildə Alparslan Rəvadilər dövlətinin varlığına son qoydu. Rəvadilərin süqutu, belə yazaq. 1065-ci ildə Alparslan Rəvadilər dövlətinin varlığına son qoydu və bir ildən sonra 1066-cı ildə Səlcuq sərkərdəsi Qaratəkin 1066-cı ildə Səlcuq sərkərdəsi Qaratəkinin başçılığı ilə böyük bir qoşun Şirvanşahlar dövlətinin üzərinə yürüş edir. Bu zaman Şirvanşahlar dövlətində hakimiyyətdə 1-ci Fəribürz idi. 1-ci Fəribürzün də hakimiyyət illəri 1063-1096-cı illərdir. Görürsünüzmü? Alparslanla Şirvanşah 1-ci Fəribürz eyni ildə hakimiyyətə gəlmişlər. Hər ikisi 1063-cü ildə hakimiyyətə gəlmişlər. Və Şirvanşah 1-ci Fəribürz Səlcuqlara müqavimət göstərməsinə baxmayaraq məğlub oldu. Və məğlub olduqdan sonra Səlcuqlardan asılılığı qəbul etdi və hər il 40.000 dinar xərac ödəməyi də öhdəsinə götürdü. Deməli, 1066-cı ildə Səlcuq sərkərdəsi Qaratəkin böyük bir qoşunla Şirvanşahlar dövlətinin üzərinə yürüş edir. Şirvanşah 1-ci Fəribürz müqavimət göstərməsinə baxmayaraq məğlub olur və Səlcuqlardan asılılığı qəbul etməyə məcbur olur və hər ildə 40.000 dinar xərac ödəyir. Və bu məğlubiyyətdən sonra Şirvanşah hökmdarları şah titulundan məhrum edildi. Və bundan sonra Şirvanşah hökmdarları məlik titulu daşımağa məcbur oldular. Artıq bundan sonra Şirvanşah hökmdarları şah titulu daşıya bilməzdilər. Məlik titulu daşımağa məcbur oldular. Və Şirvanşahlar dövlətinin Səlcuqlara tabi olması ilə Səlcuqlar Azərbaycanın fəthini başa çatdırdılar. Deməli, 1054-cü ildə Rəvadilər, 1054-cü ildə Şəddadilər, 1054-cü ildə Tiflis Müsəlman Əmirliyini özlərinə tabi etdilər. 1065-ci ildə Rəvadilər dövlətinin varlığına son qoydular. 1066-cı ildə isə Şirvanşahlar dövlətini özlərinin asılı vəziyyətinə saldılar və hər ildə 40.000 dinar xərac ödəməyə məcbur etdilər. Sonra buranı da silək. Keçək Malazgirt döyüşünə. 1071-ci il, uşaqlar, bu markerlər niyə yazmır? 1071-ci il 26 avqust. Malazgirt döyüşü. Turan taktikasına istifadə olmuş döyüşlərdən biri. Biz bu vaxta qədər keçirmiş döyüşlərin birində qeyd etmişik Turan taktikasında. Pinçen döyüşündə, İran üzərində 200-cü ildə baş vermiş Pinçen döyüşündə də Turan taktikasına istifadə olmuşdur. Axun hökmdarı Aksuvar xan da Sasanilərə Turan taktikasına istifadə edərək qalib gəlmişdir və bir də bu da Malazgirt döyüşündə Turan taktikasına istifadə olunur. Bu haqda ümumi tarixdə Səlcuq dövləti keçəndə geniş danışacağıq.
Deməli 1071-ci il avqustun 26-sında Səlcuqlarla Bizans imperiyası arasında Malazgirtdə döyüş baş verdi. Bu döyüşdə Səlcuqlar Bizansın ordusunu məğlubiyyətə uğradaraq imperator 4-cü Roman Diogeni əsir aldılar. 4-cü Roman Diogeni. Bizans imperatoru 4-cü Roman Diogen Səlcuqlara əsir düşdü. Deməli 1071-ci il avqustun 26-sında Səlcuqlarla Bizans imperiyası arasında Malazgirt döyüşü baş verdi. Bu döyüşdə Bizans ordusunu məğlubiyyətə uğradan Səlcuqlar imperator 4-cü Roman Diogeni də əsir aldılar və Alparsların əmri ilə 4-cü Roman Diogenin qulaqlarını deşərək qızıl həlqə taxtırdılar. Bu isə o deməkdir ki, Rumluların hökmdarı Səlcuq sultanının quludur. Və az sonra 4-cü Roman Diogen Səlcuqlardan asılılığı qəbul etdi və hər il xərac və cizyə ödəməyi öhdəsinə götürdüyünə görə azad edildi və ölkəsinə göndərildi. Beləliklə 1071-ci ildə Bizans imperiyası Səlcuqlardan asılılığı qəbul etdilər. 1072-ci ildə Alparslan öldürüldükdən sonra hakimiyyətə onun oğlu Məlikşah gəldi. Sultan Məlikşah. Alparslanın ölümündən sonra hakimiyyətə oğlu Sultan Məlikşah gəldi. Sultan Məlikşahın isə hakimiyyət illəri 1072-1092-ci illərdir. 20 il hakimiyyətdə olmuşdur. Sultan Məlikşahın hakimiyyəti dövrü Səlcuq dövlətinin ən güclü çağlarından biridir. Və Sultan Məlikşah hakimiyyətə gəldikdən sonra bütün sərkərdələrə iqta torpağı payladı. Və 20 il hakimiyyəti dövründə 46 min Səlcuq süvarisinə iqta torpağı paylamışdı. İqta torpağı da bilirsiniz şərti torpağı idi. Lakin zaman keçdikcə iqta torpağı irsi xarakter almağa başladı. Sultan Məlikşahın hakimiyyəti dövründə Şəddadilər dövləti ilə münasibətlər pisləşdi. Onu da bilirsiniz ki, Şəddadi hökmdarları əmir titulu daşıyırdılar və sonuncu Şəddadi əmri 3-cü Fəzlin hakimiyyəti dövründə Şəddadilərlə Səlcuqlar arasında münasibətlər pisləşdi və Səlcuqlar Şəddadilərin müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə Sultan Məlikşah öz sərkərdəsi Buğanı 1088-ci ildə Gəncəyə göndərdi və Buğa Gəncəyə gələrək Şəddadilər dövlətinin varlığına son qoydu və 1-ci Məlikşah öz əmrini Gəncəyə hakim təyin etdi və beləcə Şəddadilər dövlətinin ərazisi Səlcuq dövlətinə tabe edildi. Deməli, Buğa, Səlcuq sərkərdəsi Buğa. Deməli, Qaratəkin Şirvanşah dövlətini, Səlcuq sərkərdəsi Qaratəkin Şirvanşah dövlətini Səlcuqlara tabe etdi. 1088-ci ildə isə digər Səlcuq sərkərdəsi Buğa Şəddadilər dövlətinin varlığına son qoydu və Sultan Məlikşah Gəncəyə öz əmrini hakim təyin etdi və Şəddadilər dövlətinin ərazisi birləşdirildi Səlcuq dövlətinə. İndi isə keçək uşaqlar. Səlcuq dövlətindəki torpaq mülkiyyət formalarına, əhalidən alınan vergilərə. Görək, hansı vergiləri alırdılar, hansı torpaq mülkiyyət formalarına istifadə edildi. Ona keçməmişdən qabaq, onu da qeyd edək ki, Səlcuqların Azərbaycanı asanlıqla tutmasının 3 dənə səbəbi var idi. Bir daha qeyd edirəm, Səlcuqların Azərbaycanı asanlıqla tutmasının 3 səbəbi bunlar idi. Birincisi, Azərbaycanda vahid dövlət yox idi. Birinci budur. İkincisi, Azərbaycanın əhalisinin böyük hissəsinin Səlcuqların soydaşları olması. Çünki biz də türk idik, Oğuzlar da türk idi. İkinci səbəb bu. Üçüncüsü isə yerli əhalinin Bizans, erməni və gürcü feodallarına qarşı mübarizədə Səlcuqlara müttəfiq kimi baxması. Bu üç dənə səbəb Səlcuqların Azərbaycanı asanlıqla tutmasına şərait yaratdı. Bir daha qeyd edək, Azərbaycanda vahid dövlətin olmaması. İkincisi, Azərbaycanda yaşayan əhalinin böyük hissəsinin Səlcuqların soydaşları olması. Üçüncüsü, yerli əhalinin Bizans, erməni və gürcü feodallarına qarşı mübarizədə Səlcuqlara müttəfiq kimi baxması. Bu üç səbəb Səlcuqların Azərbaycanı asanlıqla işğal etməsinə gətirib çıxartdı. İndi Səlcuqların dövründə iki böyük torpaq mülkiyyət formasından danışacağıq. Onun biri iqtadır. İqta. Bilirsiniz, şərti torpaqdır. İqta. Və Səlcuqların dövründə artıq zaman keçdikcə irsə keçməyə başladı və Məlikşah 46 min Səlcuq süvarisinə iqta torpağı paylamışdı. Digər torpaq mülkiyyət forması isə uc torpaqları idi. Uc torpaqları imperiyanın ucqar sərhədlərini qoruyan sərkərdələrə verilən torpaqlar idi. Uc torpaqları. Biri iqta idi. Bu da Səlcuqlar dövründə meydana gəlmiş torpaq mülkiyyət formasıdır. Uc torpaqları. İmperiyanın ucqar sərhədlərini qoruyan sərkərdələrə verilən torpaqlar. İndi isə keçək vergilərdən danışaq. Görək Səlcuqların dövründə əhalinin hansı vergilər alınırdı. 3 dənə vergi var idi ki, uşaqlar, bu orduya
ordunun elə ki, orduya sərf olunur. Ordunun ehtiyaclarına sərf olunan vergilər. Silah bahası, mal bahası və şərab bahası. Bu üç vergi ordunun ehtiyaclarına sərf olunurdu. Silah bahası, nal bahası, şərab bahası ordunun ehtiyaclarına sərf olunurdu. Dördüncü vergi isə inşallah xərac edir. Xərac üşür. Biz keçən dərsdə qeyd etdik ki, 9-11-ci əsrlərdə əhalidən alınan başlıca torpaq vergisi üşür vergisidir və üşür vergisi dedi ki, zaman keçdikcə xərac adlanmağa başlandı. Yəni el şeydir, hər ikisi torpaq vergisi idi. Torpaq vergisi. Sonra 9-11-ci əsrlərdə əsas torpaq mülkiyyət forması mülk idi. Artıq Səlcuqluların hakimiyyəti dövründə isə əsas torpaq mülkiyyət forması iqta oldu. İqta. Sonra və bir də 5-ci alaf. Alaf ərəbcə qida yem deməkdir. Yəni Qarabulda duran dəstəni və ya rəsmi şəxsi təmin etmək üçün alınan vergidir. 5 dənə vergi növü. Silah bahası, nal bahası, şərab bahası ordunun ehtiyaclarına sərf olunurdu. Xərac torpaq vergisidir, yəni xərac üşür. Bir də alaf ərəbcə qida yem deməkdir. Əsasən Qarabulda duran dəstəni və ya rəsmi şəxsi təmin etmək üçün alınırdı. Bunu da silək. Artıq yavaş-yavaş dərsimizi yekunlaşdırırıq. Deməli, uşaqlar, Səlcuqluların hakimiyyəti dövründə vahid ölçü çəki pul sisteminin tətbiqi, sonra ticarət yollarında təhlükəsizliyin təmin edilməsi və bir də ki, bəzi bölgələrin tacirlərinin rüsumlardan azad edilməsi ölkənin inkişafına müsbət təsir göstərmişdir. Bir daha qeyd edək, Səlcuqluların ağalığı dövründə vahid ölçü çəki pul sisteminin tətbiq edilməsi, ikincisi, ticarət yollarında təhlükəsizliyin təmin edilməsi və üçüncüsü, bəzi bölgələrin tacirlərinin rüsumlardan azad edilməsi sosial-iqtisadi inkişafa gətirib çıxartmışdır. Onu da qeyd edim ki, bəzi bölgələrin tacirlərinin rüsumlardan azad edilməsi 1087-ci ildə baş vermişdir. Yəni 1087-ci ildə Sultan Məlikşah bəzi bölgələrin tacirlərini rüsumlardan azad etmişdir. Və artıq uşaqlar 1092-ci ildə Məlikşahın və daha sonra isə onun vəziri Nizamülmülkün ölümündən sonra 11-ci əsrin sonlarında artıq Səlcuq dövləti daxili çəkişmələr nəticəsində zəifləməyə başladı. Deməli, Sultan Məlikşahın vəzirinin adı Nizamülmülk idi. Nizamülmülk. Onun da bir məşhur əsəri var. Əsərin adı Siyasətnamədir. Siyasətnamə. Deməli, Sultan Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq dövləti daxili çəkişmələr nəticəsində 11-ci əsrin sonlarında zəifləməyə başladı. Əsas da zəifləməsinin ən böyük səbəbi 11-ci əsrin sonlarında başlayan xas yürüşlər, yəni sərb yürüşləridir. Və sonuncu Səlcuq sultanı isə Sultan Səncəridir uşaqlar. Sonuncu Səlcuq sultanı Sultan Səncər. Hakimiyyət illəri 1118-1157-ci illərdir. Və Sultan Səncərin hakimiyyəti dövründə ölkənin üsyanlar bürüdü və nəticədə Səlcuq dövlətinin ərazisi müstəqil dövlətlərə, atabəyliklərə parçalandı və bu parçalanma nəticəsində bir sıra müstəqil dövlətlər yarandı. Bu dövlətlərin içərisində isə ən güclüsü Atabəy Eldənzilər dövləti idi. Bugünkü dərsimiz bu qədər. Bir daha başdan təkrar edək. Deməli, Səlcuqlar Oğuz türkləri qırıq boylayan idilər. Öz adlarını 10-cu əsrdə İslam dini qəbul etmiş Səlcuq bəyin adına götürmüşdülər. Deməli, Mərkəzi Asiyadan Araq dənizi sahillərinə və Dərbə keçidindən İran körfəzinə qədər olan geniş bir ərazidə Səlcuq dövləti yaranmışdı. Sonra Türk tayfalarının Azərbaycanın 3-cü böyük axını Səlcuqlarla bağlı idi. Sonra 1015-ci ildə Çağrı bəyin başçılığı ilə Bizans imperiyasının üzərinə kəşfiyyat xarakterli yürüş edirlər və bu yürüş nəticəsində Van gölü hövzəsi, Naxçıvan və ətrafındakı ərazilər Səlcuq dövlətinə birləşdirilir. Daha sonra 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan Səlcuq dövlətinin əsası qoyulur Toğrul bəy tərəfindən. 1040-cı il 25 mayda Səlcuqlarla Qəznəvilər arasında Dəndənəkən döyüş baş verir. Səlcuqlar qalib gələrək Mərkəzi Asiyada başlıca siyasi qüvvəyə çevrilir. 1043-cü ildə paytaxt Nişapurda Reyə köçürülür. Sonra 1048-ci ildə Səlcuqlar Şərdadilərlə birləşərək Bizans erməni və Gürcü hərbi qüvvələri məğlubiyyətə uğradılar. 1054-cü ildə Rəvadilər dövlətini Təbrizi tutaraq Rəvadilər dövlətini özlərinə asılı vəziyyətə salırlar. Rəvadi hökmdarı Vəhsudan idi. Elə həmin ildə 1054-cü ildə Şərdadi hökmdarı Əbüləsva Şavronu da özlərinə asılı vəziyyətə salırlar
və Şəhzadelərlə bağlanan bir anlaşma da var idi. Bu anlaşmaya görə Bizans erməni və gürcü feodallara qarşı əlbir hərəkət etməlidirlər və bu yürüş zamanında 1054-cü ildə Tiflis müsəlman əmirliyi də Səlcuqlardan asılı vəziyyətə düşür. 1066-cı ildə 1063-1072-ci illərdə hakimiyyətə Alparslan gəlir. 1065-ci ildə Rəvadilər dövlətinin varlığına son qoyur. 1066-cı ildə Şirvanşahlar dövlətinin üzərinə öz sərkərdəsi Qaratəkini göndərir və Qaratəkin Şirvanşahları özünə asılı vəziyyətə salır. Hər il Şirvanşah 1-ci Fəribürs 40 min dinar xərac ödəməyi öhdəsinə götürür və bundan sonra Şirvanşah hökmdarları şah titulundan məhrum edilir, məlik titulu daşımaq başlayırlar və Şirvanşah dövlətinin Səlcuqlara tabe edilməsi ilə Səlcuqlar Azərbaycan işğalını başa çatdırırlar. 1071-ci il 26 avqustda Səlcuqlarla Bizans imperiyası arasında Malazgirt döyüşü başlayır. Bu döyüşdə Bizans imperatoru 4-cü Roman Diogen əsir düşür və Alparslan onun qulağını deşdirərək qızıl həlqə taxır. Bu isə o demək ki, Rumluların hökmdarı Səlcuq sultanı qurudur və hər il xərac və cizyə ödəməyi öhdəsinə götürərək azad edilir. Sonra 1072-ci ildə Alparslan sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə oğlu Məlikşah gəlir. 1072-1092-ci illərdə Məlikşah ən son iqta torpağı paylayan Səlcuq hökmdarı idi. Məlikşahın hakimiyyəti dövründə Səlcuq dövləti ən güclü çağları yaşayırdı. Sonra 1088-ci ildə Məlikşah öz sərkərdəsi Buğanı Gəncəyə göndərir və Buğa Gəncəyə gələrək Şəhzadələr dövlətinin varlığına son qoyur və Məlikşah buraya öz hakimini təyin edir. Və Şəhzadələr dövlətinin ərazisi birləşdirilir Səlcuq dövlətinə. Sonra 3 dənə səbəb var idi ki, Səlcuqlar bu 3 səbəbə görə Azərbaycanı asanlıqla özlərinə tabe etmişdi. Birincisi, Azərbaycanda vahid dövlətin olmaması. İkincisi, Azərbaycanda yaşayan əhalinin böyük hissəsinin Səlcuqların soydaşları olması və üçüncüsü, yerli əhalinin Bizans erməni və gürcü feodallara qarşı mübarizədə Səlcuqlara uğurlu müttəfiq kimi baxması və bundan başqa Səlcuqların hakimiyyəti dövründə vahid ölçüsəki pul sisteminin tətbiq edilməsi, daha sonra ticarət yolunda təhlükəsinin təmin edilməsi, 1087-ci ildə bəzi bölgələrin tacirlərinin rüsumlardan azad edilməsi Səlcuq dövlətində yüksək inkişafa gətirib çıxartmışdı. 1-ci Məlikşahın vəzirinin adı Nizamül-Mülk idi və 1-ci Məlikşahın ölümündən sonra 11-ci əsrin sonlarında Səlcuq dövləti zəifləməyə başladı. Əsas zəifləməsinin səbəbi Səlib yürüşləri idi. Sonuncu Səlcuq sultanı Sultan Səncər idi. Hakimiyyət illəri 1118-1157-ci illərdir. Səlcuq Sultan Səncərin hakimiyyəti dövründə Səlcuq dövlətinin ərazisini üsyanlar bürüdü və nəticədə bir sıra müstəqil dövlətlərə parçalandı və bu parçalanma nəticəsində yaranmış ən güclü dövlətlərdən biri də Azərbaycan Atabəylər dövləti idi. Dərsimiz bu qədər. Sağ olun.